Fəlsəfənin ən populyar və qeyri-müəyyən sahələrindən biri, hətta birincisi düşünürəm ki, əxlaq fəlsəfəsidir. Mənim əxlaq fəlsəfəsinə aid belə deyim, dilemma dolu fikirlərim var. Əvvəla Bertrand Russellın dediyi əxlaqı elmin mövzusu etməməliyi fikri ilə müəyyən qədər razıyam və müəyyən qədər də razı deyiləm. 50% razıyam, 50% razı deyiləm. Çünki bu fikir hara fırlatsan insan təbiətinə gelib çıxır. Əxlaq dediyimiz anlayış. Və o da konkret meyarlar əsasında formalaşmayıb. Çünki psixologiya elmi də məhz buna xidmət edir. İnsanın o əxlaqına təsir edən və onun formalaşmasına, belə deyim, təsir edən birinci belə faktor ətraf mühitdir, yəni mühitdir. Və mühitdə baş verən hadisələr də onun süzgəcindən, yəni şuurundan keçir. Şuur məsələsi ilə məşğul olan elm isə psixologiya, müəyyən qədər neyrologiyadır. Amma bir tərəfdən də əxlaq deyəndə nə ağla gəlir? Kimisə öldürməmək, kiməsə zərər verməmək və ya təcavüz etməmək, heyvanları incitməmək, insanlara təhqirici sözlər deməmək və s. kimi bunu istədiyimiz qədər uzada bilərik bu siyahını. Amma burada əsas məsələ əgər elmi olaraq yanaşırıqsa bu məsələyə, müəyyən bir meyarlar qoyuruqsa, hipotez irəli sürürüksə, ümumi bir fikir odur ki, bu ümumiyyətlə heç bir insan bütün bunları özünə qarşı olunmasını istəməz. Yəni bu saydığım proseslər. Amma bir tərəfdən də deyirəm ki, bir nəfər çıxıb deyə bilər ki, bəs məni öldürün, mən ölmək istəyirəm və sonra da ətimi bişirib yiyin, məsələn. İndi bu kanibalizmə gelib çıxır, təbii ki, amma yox, kanibalizm deyil mənim dediyim. Yəni öldürün sadəcə misal idi. Başqa bir şey də deyə bilərəm. Bildiyiniz kimi sadistlər var, müxtəlif belə deyim, xarakterdə və psixologiyada insanlar var ki, onların bəlkə də davranışları da məhz buna görə fərqlidir. Təbii ki, mühit şərtləri əsas dediyim kimi təsir edən amillərdəndir. Hə, belə deyə bilər. Deyə bilər ki, məni döyün. Bundan həzz ala bilər. Amma bir tərəfdən də düşünürəm ki, bu istisnadır. Bunu bir insan deyə bilər, bir insan deyə bilməz. Nəticə etibarilə zərər vermiş olursan qabağındakına və bu əxlaqa ziddir. Və sonra da yenə düşünürəm, yenə əks fikir ağlıma gəlir ki, əgər bir insan bunu deyirsə, o zaman bunu müəyyən bir, belə deyim, həzz üçün deyə bilər. Ya da fərqli bir psixologiyada ola bilər. Bəlkə əhvalı pis ola bilər. Özünə zərər vurmaq istəyə bilər bununla bağlı. Bu başına gələnlərlə bağlı və belə deyim də, psixologiyada elə bir sahədir ki, burada konkret olaraq ümumi danışmaq mümkün deyil. Adlerin fərdlər üzərindəki psixologiyası burada işə yaramır. Burada daha çox Freud'in psixologiyası işə yarayır. Amma biz yenə də bunu ümumiləşdirə bilmərik. Konkret olaraq bir X adlı şəxs ola bilsin ki, müəyyən fantaziyası var və döyülmək istəyir. Yəni belə deyək. Həqiqətən döyülmək istəyir. Deyir ki, gəlin məni döyün. Bu artıq onun həmin an istədiyi, belə deyim, ağıllı bir iş olmasa da, şuurla buna qərar verməsi də instinktiv olaraq əks reaksiya ola bilər. Və buna görə də biz əxlaqı ümumiləşdirərək bütün fərdlər üzərindən, cəmiyyət üzərindən dəyərləndirə bilmərik. Təbii ki, cəmiyyətdən cəmiyyətə də bir çox əxlaqi dəyərlər dəyişə bilər. Afrikada, məsələn, bir qəbilədə paltar geyinmək əxlaqsızlıqdır. Amma bizdə bu əxlaq göstəricisidir. Hər kəs uyğun paltar geyinməlidir. Və yaxud qədimdə Sultan Süleymanın makyaj eləməyi bir mənalı qarşılanmır. İndi də, məsələn, Osmanlı sultanları kimi sırğa taxanlara gey adı verirlər və yaxud aksesuar taxanlara, bəzənənlərə, söhbət təbii ki, kişi cinsinə mənsub insanlardan gedir. Dediyim kimi, hər dövrün, hər cəmiyyətin müəyyən mühit şərtlərindən asılı olaraq
tarixi keçmişdən asılı olaraq dəyişən əxlaqi göstəriciləri və meyarları var. Buna görə də biz əxlaqı heç vaxt ümumbəşəri olaraq qəbul edə bilməyəcəyik. Və məhz buna görə də Bertrand Russellın fikri ilə müəyyən qədər razılaşmaq olar. Nəticə etibarilə mən ortadayam. Həm elmi olaraq da yanaşma olar, həm də fəlsəfi olaraq. Amma bayaq dediyim hipotezə görə biz elmi olaraq yanaşa bilmərik. Amma elmi olaraq fərdlər üzərindən yanaşmaq olar. Yəni konkret X adlı şəxsin döyülmək istəməyinin səbəbini onun instinktiv və ya şuurlu şəkildə hərəkətlərinə bağlaya bilərik. Freudlə bu məsələni həll edə bilərik və ya buna cavab tapa bilərik. Əks halda belə bu mümkün deyil. Fərdi olaraq bu mümkün deyil. Əgər biz ümumiləşdiririksə, ümumiləşdirmədə əxlaq elm aspektindən yanaşıla bilməz və elmi mövzusu ola bilməz. Qərarım və mənim baxışım budur. Siz nə düşünürsünüz bu mövzu barədə? Həqiqətən də çox Azərbaycanda da çox belə populist müzakirəyə səbəb olan bir məsələdir və biz də əziyyət çəkirik bundan. Əxlaqdan, qeyrətdən, namusdan danışanda təbii ki din də, mentalitet də girir araya, aləm dəyir bir-birinə.